Bu çox dərin və mühüm bir sualdır. Assimilasyonun dərəcəsi nə üçün türklər arasında bu qədər dərin və genişdir, amma başqa yerlərdə bu dərəcədə deyil. Həqiqətən buna bir cavab axtarmaq və cavab tapmaq lazımdır. Yəni əgərsə bu suala cavab tapa bilməsək, siyasi strateji qurmamızda belə böyük sakıncalara və problemlərə yol açacaqdır. Yəni bir strateji, siyasi strateji, o da toplumun dərinlərinə baxmaq, uzun tarixinə baxmaq, orada etkili məsələlərin önəmini tanıyıb vurğulamaq və onun əsasında gələcəyi görmək lazımdır. Yəni bugün məsələ deyək türklüyümüzdən xəbərdar olduğumuzda tamam məsələ həll olmuşdur deyə düşünmək çox böyük yanlışlıqdır. Yəni indi burada böyük bir problem var. O da assimilasyonun genişliyi. Mesela diqqət edin, Azərbaycanda bir hərəkət başladı. Bu hərəkətin təsir alan qaynağı Azərbaycanın Cumhuriyyətinin müstəqil olmasıydı və ondan yəni daha çox o Cumhuriyyətin liderlərinin düşüncələri idi. Və ən önəmlisi də Elçi bəydi ki, Güney Azərbaycana diqqət çox çəkirdi. Bir nasionalist baxış açısı vardı. Siyasi cəhətdən çox təcrübəsiz idi. Və dərhal Azərbaycan özünü tapmadan yeni bir cumhuriyyətin qurulması və hətta yəni bu sabitliyi əldə etmədən Azərbaycan dövləti bir balaca bir dövlət olaraq necə bir siyasət qonşuları əlaqəsində götürməli və hangi siyasəti və hangi təsirləri buraxmağa düşünmədən Elçi bəy bir sıra çılpaq nasionalisti şüarlarla meydana gəldi. O cümlədən o bütövlük məfkurəsi. Acıdır həqiqətən bu mövzu. Bir millətin 1000 il dövlətçilik tarixi olaraq, yəni türklərin keçən 1000 ildə əgərsə məsələ Səlcuqların qurulduğu tarixdən İran siyasi coğrafiyasında və hakimiyyətlər də burada türk ellərinin hakimiyyəti olmuş və çox adlım bir dövlətlər və çox güclü bir dövlətlər də olublar. Yəni ən sonundan məsələn Qacarları başlasaq ki, baxmayaraq Qacarları Pəhləvi dövründə çox küçümsəmə, təhqir etmə, onları çox başarısız göstərmə, hətta bu təbliğatda İran zehniyyətinə çox təsir edib ki, güya Qacarlar şel eləyiblər, belə eləyiblər, amma Qacarların haqqında həqiqətən danışmaq lazımdır və aydınlatmaq lazımdır ki, onlar bir açıdan ən azı son aşamalarda, yəni Nasirəddin Şahdan sonra İranın gəlişməsində çox ciddi rol oynayıblar. Biraz ondan sonra Əfşarların və sonra Səfəvilərin çox uzun 300 ildən çox hakimiyyətdə olmaları. Diqqət edin ki, İranda Qacarlar hakimiyyətə gələndə İnqilab-ı Fərənsə olubdu. Yəni İnqilab-ı Fərənsə ilə Qacarların hakimiyyətə gəlməsi bir-birinin üst-üstə düşür. Yəni İnqilab-ı Fərənsənin etkiləri İrana yetişməsinə 125 il sürübdür. Qacarların son dövründə yəni modern dövlət qurma, anayasa yazma filan meydana gəlibdir. Yenə də buna baxmayaraq, həqiqətən sual yenə yerində durur. Nə üçün bir milləti ki, bu uzun siyasi tarixə malikdir, bugün heç olma səviyyəsində, məhv olma səviyyəsinə yetişmişdir. Yəni dövlətdə heç bir rolu yoxdur. Bu dövlətin içində adı çəkilmir, heç adına da ziddiyyət var. Amma nədənlərinə gələk bu assimilasyonun tarixini. Əvvəla bu söz ki dedim, 1000 illik bir dövlətçilik tarixi, bu həqiqətdir. Amma Dr. Katuzyanın İran tarixində qurulan dövlətlərin varlığının necə olmasını Koləngi toplum, yəni Koləngi camiə, Türkçə tərcüməsi olaraq qazma topluluğu. Yəni onun deməyi odur ki, bu toplum keçən 1000 ildə siyasət və dövlətçilik cəhətindən sürəkliliyi olmayıb, davamlılığı olmayıb. Daima kəsintili olubdur. Məsələn, bir dövlət gəlib,
başqa dövlət gələndə o dövləti məhv eləyib, heç o dövlətdən qalan asarı da əlindən gəldiyicə məhv eləyib və hər şeyi sıfırdan başlamağa çalışır. Bunu biz özümüz də hətta, yəni bu son zamanlarda diqqətimizi alıb. Məsələn, İran İslam Cumhuriyyəti 57-ci inqilabdan sonra meydana gələndə Pəhləvilərdən nə əsər vardı məhv eləməyə çalışdılar da. Necə ki, Pəhləvilər hakimiyyətə gələndə Qacarlardan nə əsər varsa, imkan qədərində əlbəttə onları məhv elədilər və hətta onların, yəni millətin və cəmaətin gözündə belə onları salmaqdan da çəkinmədilər. Yəni, o qazıntılı bir tarix, kəsintili bir tarix və sürəkliliyi olmayan bir tarixdən danışırıq. Çünki oradakı götür Katuzyan İranın tarixindən danışır, Türklərin tarixindən danışır. İranın keçən min ildə qurulan devlətlərinin hamısı türk ellərindən təşkil tapılmış. Təbiətən Katuzyanın o sözü türk tarixinin siyasi durumundan hekayət edir. Yəni bu kəsintinin olması əməldə o inkişaf məsələsini, yəni bugün bir addım götürüb, gələn dövlət bir addım da artıracaqdır deyə düşünməyi və o sürəkliliyi davam etmə. Halbuki Avropada davamlıq və sürəklilik vardı. Yəni iqtidar dəyişilir, nizam dəyişilmir, nizam ictimai dəyişilmir. Bu çox önəmli bir daha faktordur. Məsələ deyəndə qanunmədarlıq Avropada çoxdan bəri başlanmışdır və hər zaman hər hakimiyyət gəldiyində mövcud qanunları gəlişdirmişdir. İranda əvvəla heç zaman qanun yoxdur. Məşrutiyyə inqilabı İranın tarixinin birinci qanunudur. Ona görə hər zaman gələn hakimiyyət başqasının təxribatla və toplumu təxribatla qarşı-qarşıya qoyur. Ondan önəmli bir faktor vardı ki, biraz acı bir faktordur, incilici bir faktordur. Yəni, ikinci və önəmli məsələ bu asimilyasyon məsələsini bugün biz görürük tarixdə dil hakimiyyət məsələsidir. Yəni, dil hakimiyyəti bugün Türklərin asimilasyonunda ən ciddi rolu oynayan bir faktordur. İndi mümkündür bir sonraki dil faktoru nə deməkdir? Dil faktoru deməkdən məqsud fars dilinin İran tarixində və Türk dövlətlərinin tarixində üstün rolu oynaması sözüdür. Bu acı bir gerçəkdir. Fars dilinin ədəbiyyatının, şeirinin, divanının, o geniş divanların yaradılması və qələm tutulandan sonra da, yəni ərəblərin İrana gələndən 200 il sonra fars dilinin yazılması başlayıb. Əlbəttə, türk dilində yazılması başlayıb, amma o yaranan ədəbiyyat ki, fars dilində yaranıb divanlar, dövlətlərin quruluşunda və o dövlətlərin dil seçimində böyük bir rol oynayırdı. Yəni, hangi dil məşq olub ki, ondan yazmaq daha rahatdır? Bir türk şairindən nəqlidir ki, çün ana dilimdə istədiyim məsələləri ifadə etməyə imkan olması üçün bu dildə, yəni fars dildə yazmışam deyir. Siz baxın fars şairlərinə, çoxu türkdür. Ən böyüyü də Moğləvidir. Ən böyüyü və ən önəmlisi. Sonra Gəncəvi və sonra ən sonunda məşhur şairimiz Şəhriyar. Bir tanınmış türk tarixçisinə Türkiyədə sual verilir ki, biz də yazını başlayanda ərəb əlifbası ilə başlamışıq. Biraz sərt reaksiya verir. Deyir ki, elə deyil. Biz hərfləri ərəblərdən deyil, farslardan almışıq. Çünki orada o 4 hərf C, Ç, P, J var. O hərflər ərəbdə yoxdur. Amma bizim dilimizdə o səslər var. İran siyasi coğrafiyasında istifadə genişliyini nəzərdə alsaq, fars dili çox geniş vasitədə istifadə olunmuşdur. Niyə? Məşq olunmuş bir dilidir, yazılmış bir dilidir. Yəni, şeiri yazılmışdır. Türkün şairi öyle yazanda yazır ki, çün məşq yoxdur bunda, öz dilində yazmır. Yəni, bu məsələ gəlib Səfəvi devrinə də çatır. Səfəvi devrindən Nadirə keçib, Nadir çatan gəlib keçib Qacar devrinin sonunda baxırsınız, görürsünüz padişahlar, qanun əsası hamısı farsça yazılır. Sonra yeni çağa geçdiyimizdə məşrutiyyətdə rəsmiyyət tapır bu dil. Yəni anayasanı farsça yazırlar. Məclisin dili farsça olur. Rza Şah gəldiyində o fars nasionalizminin intiqamı türk hakimiyyətlərindən daha qabarıcıq formada bir siyasətə çevrilir.
Yəni Türk hakimiyyəti geri dönməsin deyə, çox uzun bir tarixdən danışırıq, Türk hakimiyyətlərinin uzun tarixi, geri dönməsin deyə ona qarşı bir təşəbbüsdə bulunur, ziddiyyətdə bulunur və farsçılıq bir əsasa çevrilir və assimilyasiyon prosesi Rza Şah devrindən, yəni məktəblərin qurulduğu, radio, televizyon, mətbuat filan buradan geniş vasitədə başlanır və durum bura gəlir. Yəni burada iki məsələ də var. Bir, Türklər bu dili gəlişdirmədə və yerin açmada və bu dilin yoluna qırmızı xalça salmada rol oynayıblar özləri. Siz baxın tarixi məşrutiyyətə, baxın İran nasyonalizminin teorik bünyanquzarlarına, qurucularına, hamısı türkdülər. Onun tarixində Ayə 400-yə bir daha uzun məqaləsi var bu sahədə. O adları bir çəkir yazır. Fars nasyonalizminin bünyanquzarlarının hamısı türkdülər. Hətta onun asarını bu gün də görmək olar da. Ən böyük və geniş Fars nasyonalizmin teorisyəni kimdir? Təba-Təbai da Tazalıqda öldü, Təbrizli idi. Yəni bunun bir kökü də yalnız xarici bir təərrüz kimi deyil, içimizdən səbəb olub ki, Fars dili üstünlük mövqeyi tapsın və Rza Şah dövründə sistematik bir dövlətin quruluşu, yəni amuziş, pərvəriş, məsələn, eğitim, radio, televizyon ələt xüsus. Bunların gəlməsi ilə onun da altında bir dövlət siyasəti, assimilyasyon prosesi çox güclücə getmiş. Assimilyasyon sürəcini gücləndirən bir başqa faktor da var. O da savadlılıq faktorudur. Rza Şah hakimiyyətə gələndən qeyri-fars dillərinin İranda qadağanlığı, qeyri-fars dillərin məktəb və mədrəsədən uzaqlaşdırması və fars dilini təkcə dillə çevirməsi və sonra yavaş-yavaş bir tərəfdən fars dilinin gündə gəlişməsi, güclənməsi və keyfiyyətləşməsinə səbəb olması və bir tərəfdən də qeyri-fars dillər, o cümlədən türk dili keyfiyyətsiz qalması, istifadəsiz qalması, məktəb və mədrəsədə istifadə olmasından uzaq qalmasına görə bu dillərin keyfi və kəmmi cəhətdən gəlişmələrini aydınca bir-birindən çox ciddicə ayırmışdır. Və gün keçdikcə fars dili mədrəsədə, universitetdə, sonra yavaş-yavaş radioda, televizyonda, sonra yavaş-yavaş filmdə, televizyonda, serialda, xəbərdə, mediada, ruznamədə geniş vasitədə güclənmədə və keyfiyyətlənmədə və bu vasitə ilə xalqların, o cümlədən türk xalqı, fars dili vasitəsilə bilimlənmədə, öyrənmədədir. Fars yazıçının vasitəsilə dünya ilə tanış olma məcburiyyətində qalmışdır. Və bu vasitə ilə assimilyasyon sürəci fars kitabında, mədrəsəsində, danışqahında, sinemasında, filmində, televizyonunda, ruznaməsində, dərgisində türk insanının zehnin formalaşdırmışdır. Orada fars dili gündə keyfiyyətlənmədə, güclənmədə, türk dili gündə zəifləmədə və rəng itirmədədir. Və bu vasitə ilə assimilyasyon sürəci ciddicə insanlarımızı etkiləmişdir. Bu arada şəhri toplum və savad daha çox assimilyasonun güclənməsinə səbəb olmuşdur. Azərbaycan bölgəsi ilə Kürdistan, Bəluçistan və ya Ərəbistan bölgələrini qiyas edəndə şəhri yaşam Azərbaycanda keçən siyasi tarixinə görə daha gəlişmiş və savadlanma Azərbaycanda daha güclücə getməkdədir və Kürdistan və ya Bəluçistanın din açısından fərqli olma məsələsinə baxmayaraq savadlanma cəhətindən və şəhri çevrədə yaşama cəhətindən də gəlişməmiş bir toplum olaraq təbiətən Azərbaycanla müqayisədə zəif getməsi üçün oralarda assimilyasyon sürəti güclücə deyil, Azərbaycan bölgəsində çox güclücə və geniş vasitədə yürütülmüşdür. Və bu vasitə ilə Azərbaycanda assimilyasyon sürəci teknolojinin, dilin, bilimin gəlişməsi ilə və bu gəlişmələr hamısı fars dilində türk insanının beyninin formalaşmasına səbəb olmuşdur və bugün o formalaşmanın sonucu geniş assimilyasiyona səbəb olmasını da gündən aydın həyatımızda görə bilirik. Assimilyasiyona və daxili istimara qarşı uyğun bir metodlarla daxili istimar siyasətinin gəlişməsinin önündə bir ciddi əngəl törətməliyik. Bu sürəc belə davam edirsə, İran nasyonalizmi ya Fars nasyonalizmi İranın gələcək siyasətində yine birinci sözü deyib, yine İran geçmiş, köhnə, çürümüş baskı siyasəti ilə
hayatını devam edecektir. Beni dinlediğiniz için teşekkür ederim.